Herkese salam dostlar, mən Leon. Bugün Mortis gameplay videosu çəkəcəm. Ümid edirəm hər kəsin xoşuna gələr video və videoya like atıb abunə olmağı unutmayın. Bu yeni kanaldır. Yəni dəstək olsa sevinərəm. Və biraz da elə bil Mortis taktikaları olacaq videoda. Çalışdığım qədər yaxşı oynayacağım ki, video xoşunuza gəlsin. Dostlar, sizdən bir xahişim də var. Oyun sonu klan göstərəcəm, o klana gəlməyə bizdir. Yəni klana gəlsə sevinərəm. Oyun sonu klanı göstərərəm. Orada arkaya getdim, amma tuta bilmədim. Biraz pis oldu qolu yeməyimiz. Qarşıdakı yəni Mortis yaxşı oynanır məncə. Bu oyunu çevirə bilərik. Yəni trik şatamıza da atarıq boş qapıya. Dostlar, bir də yəni oyunda toksik olmayaq. Yəni sizdən bir xahişim də odur. Çünki toksik olmaq çox pis bir şey. Çünki bu oyunda rəqabət olur istər-istəməz. Amma yəni də oyunda udmaq da var, ucmaq da var. Yəni ona görə toksik olmağın bir mənası yoxdur. Yəni toksik olmağın mənası yoxdur. Yəni toksik olmağın həqiqətən mənası yoxdur. Çünki toksik olmaq pis bir şeydir. Qabaqdakı Mortis dəli eləmək istəyirdim. Like atsaqdım da çəkilmək üçün olmaz. İkinci oyunumuza keçək. Dostlar, bir də videolar belə xoşunuza gəlirsə, istəsəz yəni soru cavab deyirlər, türklər. Elə bir video çəkə bilərəm. Suallarınız varsa kommentlərə yazın. Mənim haqqımda, yəni cavablandıra bilərəm. Orada Mortis çox ağıllı oynadı. Məni dostunun yanına çəkməyə çalışdı. Colt uzaqlaşdırsa topu yaxşı olardı. Öldüm. Ultidə çatmadı. Yenə birinci qol yedik. Ümid edirəm comeback atarıq. Yəni qol yedik deyəsən təzədən. Hiper basacağım, amma ki bir dənə Frank gəlsin. Nə oldu, o top nə tür işin oldu? Ya ümid edirəm Surge nəsə eləyər burada. Çünki yəni almalıdır oranı. Qəşəng. Dostlar, yadımdan çıxdı kulübü göstərməyə, amma göstərəcəm bu oyundan sonra. Colt pas gəl. Toksik olmayaq. İndi mənə like atsaqlar, o qədər yaxşı oynadım yəni. Bir də indi göstərim. 8-in 2 oynamışam. Çox güclü oyuncuyam yəni dediyim kimi. Kulüp budur. Gəlmək istəyən gələr. Üçüncü oyunumuza keçirik. Dostlar, yəni mən deyim, məncə mənim fikrimcə Mortis'in ən böyük antiləri Bull'dur, Shelly'dir, Cordelius'dur və belə bir neçə karakter var ağır hasarlı. Antiləri odur və qabaqda elə biri yoxdur. Hətta bu mənim eşleşməmdir, çünki qabaqda canı az olan karakterlər var, B kimi, Colt kimi. Ona görə fikirləşirəm ki, bu oyunu da uda biləcəyik. Bull orada səhv elədi. Amma yəni çox böyük səhv deyil idi, çünki mən gəlirdim. Mortis elədi, indi mən eləməyə çalışacağım və oldu. Qol atdıq.
Dostlar və bir də ki, kanal yenidir, ilk uzun videomdur. Yəni necə videolarımı çəkmək istəyirsə, onları da kommentlərdə bildirə bilərsiniz. Belə troll videolar, vs videolar kimi videolar da gələ bilər kanalda. Top orada mənə gəlməyə pis oldu. Çünki bir dənə vuruş zəfanəm getdi. Qol. Deyil. Yəni orada da yenidən yaxşı oynadım. Bu 3-cü ya da 4-cü kayıt çünki randomlardan bayaq əziyyət çəkirdim bildiyiniz. Pas atdım amma Colt yaxşı oynadı orada. Colt həqiqətən yaxşı oynadı. Bu oyunu həqiqətən oda bilərik. Yəni yaxşı oynasaq takımca Colt öldü. Məncə burada pas atmalıyıq. Yəni dostlar, videomuz bu qədər. Elə belə yəni videoydu. Ümid edirəm video xoşunuza gəlir. Yəni qısa video, böyük uzun video olaraq, yəni ilk videomdur. Tam nə edəcəyimi bilmirəm. Səhvlərim varsa onu da kommentlərdə bildirin, düzəldərəm inşallah. Sağ olun, özünüzə yaxşı baxın, görüşərik.